Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşıb. Həmin videoyu sizə təqdim edirik. Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancaq həyatımın çox parlaq səhifələri də olubdur. Ancaq həyatımın çox ağır səhifələri də olubdur. Və bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlər sonra hamısı batıb gedəcəkdir. Ancaq bugün mən xoşbəxtəm. Bugün mən öz talihimə minnətdaram. Böyük Allah'a minnətdaram ki, mən o devrləri yaşadım. Gəldim, Azərbaycan xalqı ilə bir yerdəyəm və bugün Azərbaycan xalqı üçün bu qədər dəyərli töhfə veririk. Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yolla gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm bundan sonra bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir.